Hayırlı gün dostlarım. Bugün men sizge norat bürüsünün bolun təqdim etəsim kilər. Onun üçün bizge kerekli şunday norat bürüsü 200 gram olabızanı. Şuna ebetlep yuabız. Şuna solabız 300 stakan su, 7 stakan pisok, hem bir şey palağım ne şunday limonlu kislota. Nemlerini soldu. Ne şunday bulmadan. Hem şu massını bir saatga gazga o'tirdim. 1 saatga. Dostlarım, bu balның faydasını aytib bitirgisiz. Eng birinchi ul organizmning fizik kuchini orttira, shulay immunitetni ko'tara, qon sostavini chistarta, xolesterinni tushira, shulay tin yo'llarini, o'pka aurularini, yoqinsilarına bikni foydasi bor. Shunga ko'ra eli vaqt borig'iz, jeyig'iz, qo'ynatig'iz. Norat bürüsü jeyip qaytdim әлі. Мен аны кептірмейм, аны кептіруге бик ауыр. Мен аны шушындай салаттарда морозилькада саклайм. Norat bürüsü bu барлык бактерияларны югытучы, салкын тигәндә, йөткергәндә, бронхит вакытында бик файдалы. Аның өчен 2 аш кашыгы, тирләрдән дәвалау өчен 2 аш кашыгы norat bürüсен алабыз. Шуңа 1 стакан су салып, ярты сәгать кайнатабыз. Hem şunu süzüp günkü 3-4 mərtəbə işləyəmiz. Bu indi salqın tigəndən, şulay sidik yollarına salqın tigəndən, temperaturu bulğanda yetkirgəndə, hem şulay sistemdən bik faydalı. Kullanığınız dostlarımızları, mənə şu saytları bizden birimiz qoynab çıxdım. Mən 1 saat qoynatdım. Hem şulay birilərini süzdüm. Nə şuşunday dəmlər bal barlıqqa keldi. Urmanğa barığız, jeyğız, kullanığız, faydasını көрігіз. Vraç bilə də kengəşləşirgə unutmağız.